Bir quş deyir gəldi, Ali əleyhissalamın başının üstündə fırlanır. Həzrət baxır, Həzrət onun dilin başa düşdü. Dedi, ya Ali, yerdə dən tökülmüşdü, istəyirdim yiyəm, bir quş gəlib məni istəyir tutsun yesin. Mən sənə pənah gətirirəm. Həzrət quşu aldı, əlində saxladı. O birisi quş gəldi, fırlanır, Həzrətə deyir ki, mən 4 gündür acam. Bunu tapmışdım yeməyə, bu sənə pənah gətirib. Onu xahiş edirəm, ver. Həzrət dedi, bir adam ki mənə pənah gətirdi, mən onu vermərəm düşmənə. O dedi, mən xahiş edirəm. Ağa buyurdu ki, olmaz. Dedi, bəs mən acam. Dedi, o başqa məsələdir, mümkündür. Sənə yemək tapmaq olar. Amma bu mənə pənah gətirir. Mən bunu vermərəm sənə. Sonra da Həzrət bundan belə danışanda deyir, gördüm, dedi ki, məlakədir, Allah göndərib səni imtihan edir. Quş döyür, məlakədir.